Birinci böyük çanağa gəlsək, böyük çanaqda əsas iki əzələ, deməli Psios major, bir də iliakus yerləşir. Deməli Psios major bu yaşınla gördüyünüzdür. Deməli bu başlanğıcını 12-ci döş fəqərəsi, bir də yəni T12 L4 arası fəqərələrdən başlanğıc götürür. Deməli budun kiçik burmasına birləşir iliopsos vətəri vasitəsilə. Deməli bu əzələrin əsas funksiyası budun refleksiyasını təmin etməkdir. L1, L3 spinal sinirlər vasitəsilə innervasiya olunur və iliolumbar arteriyası vasitəsilə qidalanır. Sonra gəlir iliakus. Iliakus deməli iliak fossadan başlanğıc götürür, medial hissəsindən, daxili hissəsindən başlanğıc götürür. Deməli gəlir, bu da daha sonra gəlir Psios majora birləşir. Hər ikisinin funksiyası eynidir. Bir dənə deməli iliakus ilk L4 spinal sinirləri vasitəsilə innervasiya olunur. Sonra deməli kiçik çanağa gəlsək, burada əsas deməli 4 əzələmiz var. Burada hər iki üçün qoymuşam. Deməli birincisi piriformisdir. Bu deməli S2, bir də S4 olma fəqərəsindən başlanğıc götürür. Budun böyük burmasına birləşir. Deməli və birinci, ikinci deməli oma sinirləri ilə deməli innervasiya olunur. Deməli sonra obturator internus deməli obturator dəlikdən başlanğıc götürür. Gəlir deməli budun böyük burmasına birləşir və L5 S2 arası spinal sinirlər vasitəsilə innervasiya olunur. Deməli burada əsas pelvik flora əmələ gətirən iki əsas əzələdir, yəni mamal praktikasında vacib olan coccygeius, bir də sonra keçəcəyimiz levator anidir. Deməli coccygeius özü deməli ischial spinadan, yəni oturan spinasından başlanğıc götürür, büzümə birləşir. Deməli S4, S5 deməli sinirlər vasitəsilə innervasiya olunur. Niyə bilməliyik? Çünki bu əzələlər əməliyyat zamanı zədələnərsə, uşaqlığın sallanma riski, yəni prolaps riski artırmış oluruq. Levator ani özü deməli budu özü 3 əzəldən ibarətdir. Deməli puborectalis, pubococcygeius, bir də iliococcygeius massadan ibarətdir. Bunları ümumiləşdirsək, deməli puborectalis, bir də pubococcygeius özü pubisdən başlanğıc götürür. Deməli amma iliococcygeius deməli obturator fasciadan başlanğıc götürür. Bunlar da zədələnməsi əməliyyat zamanı prolaps riskini artıra bilir. Ona görə diqqətli olmaq lazımdır. Bu əzəllər hamısı deməli S3 və S4-ün ön şaxələri vasitəsilə, bir də bəzi pudental sinirin bəzi şaxələri vasitəsilə də innervasiya oluna bilir. Bu qədər. Keçək suallara. Elə mən qalsın istəyirsiniz. Deməli 1-dən 6 əsasən çanağa aiddir. Son bu abdominal hissəyə aiddir. Mən oxuyum, istəyirsən çanaq hissəsin. Deməli hər kəs hamı görür. Görürük, mən oxuyum. Deməli 24 yaşlı qadın qasıq nahiyəsinə ağrı və şişkinliklə müraciət eləyir. Müayinə zamanı həkim qasıq bağını palpasiya etmək və şişin inguanal yoxsa femoral mənşəli olduğunu ayırd etmək istəyir. Əvvəlcə pubik tuberkulanı palpasiya eləyir və şişin bu nöqtəyə görə yerini qiymətləndirir. Şiş pubik tuberkuldan aşağı və lateral hissədədir. Şiş ən çox hansıdır? Fikri olan var? Femoral hernia. Aha, niyə? Çünki dedik ki, iki cür hernia var da. Əgər aşağıda lateraldadsa femoraldır, yuxarıda medialdadsa inguinal herniyadır. Aha, düzgün. İstiladan dəyişərsiniz, amma tamamsa.
Dəyişdim. Aha. 52 yaşlı qadında çoxsaylı vaginal doğuşlardan sonra stres inkontinansı yaranıb. Cərrah uretra və sidik hissəsi boynunu stabilləşdirmək üçün əməliyyat planlayır və güclü sümüyə möhkəm bağlanan bir liqamentdən istifadə edir. Bu əməliyyatda ən çox istifadə olunan struktur hansıdır? Fikri olan var? Yoxdursa mən deyim. Deməli, bayaq dedik ki, ligamentum pectinale var və yaxud da Cooper liqamenti deyirik. Hansı ki, bu pecten osis pubis, yəni pubis sümüyünün üzərində olan bir çıxıntıdır. Orada liqament bağlanır ki, bu da stres inkontinans zamanı cərrahların ən çox istifadə elədiyi liqamentdir. Aha. Deməli, 28 yaşlı premigravida, yəni ilk dəfə doğuş edən xanım, qadın aktiv doğuş mərhələsindədir. Fetal başın enməsi çətindir. Pelvimetriyada transvers diametri, yəni köndələn diametri genişdir. Anterior posterior diametr qısadır, yəni düz ölçü qısadır. Pelvis yastı görünür. Bu pelvis tipi hansıdır və doğuş üçün necədir? Kimisə fikri var, nəsə? Platypelloid ola bilər. Platypelloid məncə də. Niyə? Çünki bayaq dedik ki, doğuş üçün ən əlverişsizdir və yastı Köndələn Aha, düzdür. Deməli, digər bir кейzimiz 35 yaşlı qadında güclü dismonerya və serviks manipulyasiya zamanı kəskin ağrı yaranır. Həkim bilir ki, serviks və uterusun aşağı hissəsinə gələn ağrı lifləri müəyyən sinir köklərinə gedir. Ağrı əvvəlcə inferior hipogastrik plexusa, oradan isə S2, S4 səviyyəsinə ötürülür. Bu liflər hansı sinirlə gedir? Kimsə bir fikri var? Burada şeydir, S2, S4 səviyyəsinə ötürüldüyünü görürüksə, bu bizdə parasimpatik sinirdir və serviksdə, güclü ağrı serviksdə olduğu üçün biz dedik ki, serviks aşağı hissəyə yaxındır və o, deməli, parasimpatik sinirlərlə inervasiya olunur və ağrı da o istiqamətdə ötürülür. S2, S4 səviyyəsinə ötürülməsi üçün də S2, S4 səviyyəsindən çıxan sinirlər nervi ergentes, yəni və yaxud da bunun digər adla pelvik spanik sinirlər də deyilir. Digər suala keçək. Doğuş zamanı servikal dilatasiya mərhələsində qadında güclü ağrı var. Həkim serviks və uterusun aşağı hissəsinə gələn ağrını bloklamaq üçün paraservikal blok tətbiq edir. Bu blok hansı plexusa yaxın aparılır? Kiminsə bir fikri var? Aha. Deməli, bloklamaq üçün bayaq dedik ki, çanaq boşluğunda olan ən vacib plexusumuz Liefrenhauser plexusudur. Bu, otovaginal plexus da deyirik, hansı ki, serviks yaxınlığında yerləşirdi və inferior hipogastrik plexusdan, yəni sinirləri alıb ötürürdü, efferent sinirləri və müvafiq olaraq afferent sinirləri də yenidən ötürüb beyinə aparırdı. Bu cür yəni. Və digər bir sualımız, 30 yaşlı multipar qadın doğuşdan 2 həftə sonra qasıq və pubik nahiyədə ağrıdan şikayət edir. Yeriyərkən və pilləkən çıxarkən ağrı artır, yataqda çevrilmək çətindir. Hərarət yoxdur. Müayinədə pubik simfizis üzərində palpasiya ağrılıdır. Rentgendə, UZI-də pubik simfizis aralığı 13 mm-dir. Ən uyğun diaqnoz hansıdır? Kimsə demək istəyir cavabı? Aha. Deməli, doğuş zamanı ümumiyyətcə hamilələrdə simfiz aralığı 3-5 mm-ə qədər ola bilər. Lakin elə olur ki, 7-10 mm-ə qədər də olur. Bir də bizdə burada sualın şərtində verib ki, pubik simfizis aralığı 13 mm-dir. Artıq bizə geniş olduğunu bildirir. Yəni, burada iltihab falan da ola bilər. Ona görə də simfizitdir. Yəni, simfizis pubis disfunksiya. Bu qədər.
Mən devralıram. Deməli, anatomiya dərsində kadavra üzərində qadın genital sistemi öyrənilir və pelvik komponentlərin disseksiyası aparılaraq perineal əzəllər incəlinir. Deməli, sualımız budur. Disseksiya zamanı səthi perineal deməli, komponentin tərkibində olmayan əzələ hansıdır? Cavabı olan var? Ha, yox. Aha. B variantı. Dedim. Deməli, cavab levator anidir. Biz, yəni burada perineal əzəllərdən danışmadıq. Levator ani, bir də koksidioz dedik ki, pelvik florun əzəli, yəni 2 əzələdir ki, pelvik floru əmələ gətirir. Digər əzəllər, bu D variantı anal əzəllərə aiddir, amma yenə də perineumla əlaqəlidir. Digər üçü isə perineal əzəllərə aiddir. Ona görə aid olmayan əzələmiz levator ani və yaxud da koksidioz da ola bilərdi, o da aiddir. Sonra keçirik o birinə. Deməli, 32 yaşlı qadın 3-cü vaginal doğuşdan 6 ay sonra sidik qaçırma və vaginada ağırlıq hissi şikayəti ilə gəlir. Uzun müddət ayaq üstə qalanda və öskürəndə şikayətlər artır. Deməli, müayinədə vaginal divarlar bir qədər sallanmış, perineal tonus zəifləmiş, anal sfinkter normal, nevroloq, yəni sinirlər normaldır. Bu xəstədə zəifləyən əsas struktur hansıdır? Cavabı olan? Liqament zəifləyir, liqament sakrosteal. Levator ani olacaq yenə. Aha. Pelvik diafragma. Pelvik diafragma. Yenə yəni eyni pelvik diafraqma zədələnib. Dedik ki, yəni iki əzələ, levator ani və koksidioz. Burada vaginada ağırlıq hissi, həmçinin ayaq üstə qalanda öskürək şikayətlərsə, burada deməli prolaps riskindən şübhələnirik. Deməli xəstədə bu iki pelvik diafraqma əzələləri zəifdir, yəni prolaps riski var. O biri deməli 24 yaşlı qadında kəskin başlayan sağ aşağı kvadrant qarın ağrısı ilə gəlir. Deməli əvvəl ağrı göbək ətrafında başlayır, sonra aşağı kvadrantla lokalizasiya olub, yeriyəndə və öskürəndə ağrısı artır. Müayinə zamanı deməli sağ aşağı kvadrant rebondda tenderness hiss olunur. Qarın əzələləri gərgindir, hərarəti 38 dərəcədir. Deməli uzdə apendiks qalınlaşmışdır. Ağrının yeni dəqiqləşməsi və rebond tenderness hansı strukturun deməli qıcıqlanması ilə bağlıdır? Cavab olan? Parietal peritonda dedik ki, ağrının yerini dəqiqləşdirmək olur. Aha, düzdür. Cavab parietal peritondur. Birinci, yəni qarın əzələri gərginləşib, tenderness var. Biz dedik ki, parietalla visceral periton fərqinə parietal somatik sinirlərlə innervasiya olunurdu və ağrı dəqiq lokalizasiya olunurdu. Yəni ağrı hiss olunurdu viscerala nəzərən. Visceralda ağrı daha az həssas olunurdu. Həmçinin fikir veririk ki, burada qadının hərarəti var, 38 dərəcədir. Yəni peritonit riski, iltihab riski var. Ona görə də varsa, peritonit riski varsa, deməli parietal periton qıcıqlanır. Yəni bunu buna əlaqələndirib cavab parietal peritondur. Suallar bitdi. İndi ümumi olaraq modul üzrə, mövzular üzrə Əfruza mənə sual varsa verə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm hamınıza.